Hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsində, məscidin yaxınlığında 9 mərtəbələrə yaxın bir ərazidə şəxsi özünə tikilmiş, 4 sotda inşa edilmiş 4 böyük otaqlı evimiz satışa çıxıb. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurun, baxa bilərsiniz. Bura demək həyətin giriş qapısıdır, darvazadır. Həyətə rahat bir 3-4 maşın yerləşir. Bu hissədə gördüyünüz kimi meyvə ağacları var. Meyvə ağacı var, vişnə, gilas, ərik. Buyurun, baxın. Meyvələr də ağacın üstündədir. Ev 4 sotun içində inşa edilmiş evdir. Gördüyünüz kimi bu hissədə də sağından da, solundan da, arxasından da buradan keçid var bu hissəyə, sol tərəfə, arxaya. Hər tərəfdən evin sahələri açıqdır. Yəni həyət yanı sahəsi açıqdır, özünə məxsusdur. Evin altına, aşağı hissəsi buradan giriş var. Altı daş kürsüdən ibarətdir. Bir dənə evin emuşası qalıb. Bura evin mənzil hissəsidir. Daha doğrusu eyvan hissəsidir, üzr istəyirəm. Eyvan da çox geniş, böyük. Harası bir 40 kvadrata yaxın eyvanı var. Kombi aparatı burada yerləşir. Ev qiymətindən xeyli ucuz qiymətə satılır, yəni yaxşı endirimlə satılır. Daxil oluruq eyvandan evin dəhliz hissəsinə. Dəhliz hissəsi genişdir, 2 metr yarım eni var dəhlizdə. Buradan daxil oluruq mətbəxə. Dəhlizdən daxil oluruq mətbəxə. Mətbəxdə belə qalır. Pəncərə öz həyətinə baxır. Buyurun, baxın. Pəncərə öz həyətinə baxır. Evin böyür hissəsində həyətə. Suyu qaz işığı daimidir. Mətbəx hardasa 15 kvadrata yaxındır. Çıxırıq dəhlizə. Daxil oluruq evin hamamına. Hamam da çox genişdir. Yəni hamamla sanitar qovşaq ayrı-ayrıdır. Buyurun, baxın. Bu hamam hissəsidir. Ev hardasa 15-in 14-ə tikilmiş şəxsi evdir. Çıxırıq dəhlizə və daxil oluruq sanitar qovşağa. Sanitar qovşaq da xafil metlaqdır, köhnə də olsa varıdır. Dəhlizdən daxil oluruq qonaq otağına. Çox böyük, geniş qonaq otağı var. Harası 5-in 6-ya, daha doğrusu 10-un 6-ya qonaq otağıdır. Təmiri yaxşıdır. Hər tərəfi qoşa daşla inşa edilmişdir. Radiatorlar quraşdırılıb. Çox geniş, böyük zalı var. 4 otaqdan ibarətdir. Zaldan daxil oluruq otaqların, yataq otaqlarının birinə. Buyurun, baxın. Yataq otağı da təmirlidir, aboyludur. İşığı yandırın, bir rahat baxaq. Buyurun, baxın. Buradan daxil oluruq ikinci yataq otağına. Buyurun, baxın. Pəncərəsi buradan yola baxır. Yataq otağının radiatorlar hamısı dolaşdırılıb. Hər tərəfi cütdaş, hətta periqorodkalar cütdaşdan ibarətdir. Buyurun, baxın. Buradan çıxırıq dəhlizə, daha doğrusu qonaq otağına. Kondisioner satışdan sonra qalacaq. 2 yataq otağı, bir zala baxış keçirdik. Gedirik 3-cü yataq otağına baxmaq üçün. Bu da 3-cü yataq otağıdır. Biraz əşyalar törtökündə halındadır, ona görə nəzərə alın. Buradan da həyətə baxır, öz pəncərəsini, öz həyətinə baxır. Buyurun, baxın. Suyu qazı işığı daimi. Evin yaxınlığında marşrutlardan 202, 92, 100, daha doğrusu 202, 92, 91 nömrə marşrut evin yaxınlığından keçir. Evin ölçüsü 15-in 14-dədir.
tam təmirli evdir. Hörmətli izləyicilər, bu evin ilkin qiyməti endirimli qiymətlə 125.000 manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm, Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər bizə görə.